Heç olub ki, uşağa qışqırırsan, sonra gecə yatanda özünü yeyirsən, axı niyə belə etdim? Əslində burada problem uşaqda yox, bizim beynimizin təcili yardım rejiminə düşməsidir. Bizim bədəndə fight or flight deyilən bir reaksiya var. Yəni döyüş ya qaç. Beyin təhlükə hiss edəndə, istər real olsun, istər xəyali, bədənə təhlükə siqnalı göndərir. Çünki beyin real olanla real olmayan qorxunun fərqini anlamır. Uşaq qışqıranda, bizi əsəbləşdirəndə, nə isə dağıdanda beyin bunu təhlükə kimi başa düşür. Biz düşünürük, uşaq mənə hörmət etmir. Belə getsə, sabah məktəbdə də problemləri olacaq. Və yaxud, ay aman, uşaq qışqırdı, cəmaət bizə baxır, nə deyərlər? Beyində bu fikirlər işə düşəndə biz avtomatik qışqırmağa başlayırıq. Tək istəyimiz odur ki, uşaq sussun, təhlükə bitsin. Bu o demək deyil ki, biz pis valideynik. Bu o deməkdir ki, bizim sinir sistemimiz yorulub və özünü təhlükədə hiss edir. Əgər sən də özünü daha yaxşı anlamaq istəyirsənsə və bu situasiyalarda mən nə edə bilərəm sualına cavab tapmaq istəyirsənsə, mənimlə seansa yazıl. Birlikdə daha dərin araşdırıb anlaya bilərik.